Türkiyənin məşhur uşaq aktyorlarından biri olan Sezer İnanoğlu haqqında məlumat. Sezer İnanoğlu 1967-ci ildə İstanbulda anadan olmuşdur. Uşaqlıq illərində Sezerci ləqəbi ilə məşhurlaşmışdı. Atası prodüser Berker İnanoğlu, anası isə Aysel İnanoğludur. O, uşaq yaşlarından kinoya başlayıb və xüsusilə 1970-ci illərdə Sezerci obrazı ilə böyük populyarlıq qazanıb. Bu rolla Türk kinosunun ən məşhur uşaq ulduzlarından birinə çevrilib. Böyüdükdən sonra aktyorluğu tərk edib və atasından qalan kinostudiyanın rəhbərliyini ələ alıb. Prodüser kimi 1980-ci, 1990-cı illərdə müxtəlif filmlər üzərində işləyib. Sezer İnanoğlu'nun şəxsi həyatı mediada tez-tez yer alıb və 4 dəfə evlənib. İlk evliliyi Nil Pınar'la olmuşdur. Bu münasibət çox çəkmir və ayrılırlar. İkinci isə Mehtap Meral olub. Bu evlilikdən bir qızları olub və bir müddətdən sonra cütlük ayrılıb. Daha sonra isə Zeynep Yılmaz'la evlənib və bir müddətdən sonra ayrılıblar. Sonuncu isə Seyhan Çalış olmuşdu. Və onunla da bir neçə ildən sonra boşanıb, 2007-ci ildə narkotik və silah qaçaqmalçılığı ilə bağlı hadisələr baş verib. Yediquledə silahlı toqquşmadan sonra tutulub və Bayrampaşa həbsxanasında 6 ay yatıb. Hal-hazırda Sezer kino və prodüserlik fəaliyyətini məhdudlaşdıraraq daha təvazökar həyat sürür.